Güvenirik Allah ilə müraçımı şeytandan, Bismillahirrahmanirrahim. Salam olsun Cəndə İbrahim oğullarının və bir o kəslərin ki, inan əməllərini islah edib, bir-birini haqq ilə səbirlə tövsiyə edirlər. Ümumiyyətlə, bizi izləyənlərin üzərində Allahın salamı olsun. Mən Cabir İbrahimoğlu, bugün dərslər üçün Quran-ı Kərimin 27-ci surəsinin 56-cı ayəsindən inşallah qiraət edəcəm. Allah istəyən qədər. İndi isə duaları, istəkləri Allahın izni ilə yardım edəcək. Sığınırıq Allah ilə müraçımı şeytandan, Bismillahirrahmanirrahim. Rəbbimiz, sənin izninlə və yardımınla başlayarıq mübarək Quranın çevrilməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarıq üzərinə səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükürünlə rəvan et. At qəlbimizə o şeylər ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizlərə rəhm et, sən rəhm edənlərin ən yaxşısan. Qəlblərimizdən kini, küdurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə yardım et. Ən gözəl neymətlərin olan neyməti, şəhadəti bizlərə qismət et. Bir daha Rəbbimiz sənin ismiyle Allah'ım. Olmadı cavabı onun qovmunun, ancaq ki dedilər, xaric edin Lut ailəsini kəndinizdən, həqiqətən onlar paçlıq istəyən insanlardır. Biz nicat verdik ona və onun əhlinə, ancaq arvadından başqa, hansı ki onu qalanlardan etdik. Və onların üzərinə yağış yağdırdık, nəzərlərinə çatdırılanların yağışı çox pisdir. De, həm də Allah üçündür və salam olsun üzərində onun bəndələrinin, o kəslərin ki, o seçmişdir. Allah mı xeyirlidir, yoxsa şərik qoşduqları? Yoxsa kim ki, xəlq etdi səmaları və ərzi və nazil etdi sizin üçün səmadan su və göyərdik onunla gözəl bağlar ki, onları ağaclarını göyərtməyə bacarığınız yoxdur. Allahla yanaşı ilahı mı var? Bəli, onlar sapmış qovumdur. Yoxsa kim ki etdi ərzi qərərgah və etdi onda nəhirlər və etdi onun üçün möhkəm dağlar və etdi ki iki dəryanın arasında maniyə. Allahla yanaşı ilahı mı var? Bəli, onların əksəriyyəti bilməzlər. Yoxsa kim ki cavab verir çarəsizə, onda ki çağırır onu və şəfa edir pisliyə və edir sizi ərzdə xəlifə. Allahla yanaşı ilahı mı var? Çox az yad edirsiniz. Yoxsa kim ki hidayət edir sizi qurunun və dəryanın zülmətində və kim ki göndərir küləyi və rəhməti önündə bəşarət olaraq, Allahla yanaşı ilahı mı var? Alidir Allah nədən ki şərik qoşurlar. Yoxsa kim ki başlayır xəlqə, sonra qaytarır onu və kim ki ruzu verir sizə səmadan və ərzdən. Allahla yanaşı ilahı mı var? De, verin sübutunuzu əgər sadiqlərsiniz. De, bilməz səmalarda və ərzdə Allahdan başqa bir kəs qeybi və nə vaxt qalxacaqlarına şuurları yoxdur. Bəli, onların elmi axirəti dərk edərmi? Bəli, onlar ondan şəkdədirlər. Bəli, onlar ondan kördürlər. Dedi o kəslər ki, kafirdirlər. Onda ki, biz və atalarımız torpaq olacaq. Həqiqətən biz xaric olunacağıq. Əlbəttə, bu vəd verilmişdi bizə və atalarımıza bundan qabaq. Həqiqətən, bu ancaq əvvəlkilərin əsatiridir. De, seyr edin ərzdə və nəzər salın necə oldu aqibəti cərimə olunmuşların. Onlara görə olma hüzünlü və olma sıxıntıda. Nədən ki, məkirdirlər. Deyirlər, nə vaxtdır bu vəd əgər oldunuz sadiqlər? De, ola bilsin ki, gələr ardınızsa ondan bəziləri odur ki, tələsik istəyirsiniz. Həqiqətən Rəbbin insanlar üzərində fəzl sahibidir. Lakin əksəriyyəti onların
şükür etməzlər. Həqiqətən Rəbbim bilir onların ürəklərinin gizlətdiyini və elan etdiyini. Səmalarda və ərzdə gizli bir şey yoxdur, ancaq aşkar kitabdadır. Həqiqətən bu Quran İsrail oğullarına hekayət edir əksəriyyətini, onun ki, onlar onda ixtilaf edirlər. Həqiqətən o hidayətdir və rəhmətdir inananlar üçün. Həqiqətən Rəbbin onların arasında öz hökmü ilə qəzavat edəcək. O, əzizdir, alimdir. Təvəkkül et üzərinə Allahın, həqiqətən sən üzərindəsən aşkar haqqın. Həqiqətən sən eşitirə bilməzsən ölüləri və eşitirə bilməzsən karlara çağırışı, onda ki, dönüb gedirlər. Sən hidayət edə bilməzsən körləri öz zəlalətlərindən. Həqiqətən sən eşitirə bilərsən ancaq o kəsə ki, bizim ayətlərimizlə inanır və onlar təslim olanlardır. Onda ki, onların üzərinə söz vaqe olar, xaric edərək onlar üçün ərzdən canlını ki, kəlmə kəsər onlarla. Həqiqətən insanlar oldular bizim ayətlərimizlə yəqinlik etməyənlər. O gün toplayaraq küllü ümmətdən ayətlərimizlə bizi yalan saymış kəsləri fövclə və budur onlar təyin olunmuşdular. Ta onda ki, gəldilər, dedi, siz yalan saydınız ayətlərimlə məni və bir halda ki, yox idi onlara elminiz, ya siz nə əməl edirsiniz? Söz vaqe olar onların üzərinə, nə ilə ki, zalim oldular və olmaz onların nitqi. Onlar görmürlərmi, etdik gecəni sakin olmaq üçün onda və gündüzü bəsirət edən? Həqiqətən bunda ayətlər var inanan qovm üçün. O gün ki, surda üfürlər, Allah istədiyi kəsdən başqa kim ki səmalarda və kim ki ərzdə var, qorxudan titrəyərlər. Küllüsü alçalmış halda onun yanına gələr. Görərsən dağları hansı ki hesab edərdin onu hərəkətsiz. Budur, onlar gedirlər. Nə qədər buludlar gedirlər. Allah odur ki, küllü şeyi tamam edərək başa çatdırandır. Həqiqətən o xəbirdir, nə ilə ki fəaliyyətlisiniz. Kim gəlir yaxşılıqla, onun üçün ondan xeyirlisi var və onlar həmin günün qorxusundan əmin amandadırlar. Və kim gəlir pisliklə, onlar üzləri üstə odda olarlar. Sizə ancaq etdiyiniz əməllərin mükafatı verilmirmi? Mənə əmr olunub, yalnız bu şəhərin Rəbbinə ibadət edin. Odur ki, qadağan edibdir onu və onun üçündür küllü şeylər və mənə əmr olunub ki, təslim olanlardan olun və Quran tilavat edin. Kim hidayət tapırsa, ancaq öz nəfsi üçün hidayət tapır və kim zəlalətdədirsə, de, mən ancaq nəzərə çatdıranam. De, həm Allah üçündür. O, seyr etdirərək göstərəcəkdir ayətlərini sizə və siz ona arif olacaqsınız. Və deyil Rəbbin qafil ilə nədən ki, əməl edirsiniz. Ta, sin, mim. Bu aşkar kitabın ayətləridir. Biz tilavat edirik sənin üzərinə Musanın və Fironun xəbərlərindən haqq ilə o qovmu üçün ki, inanırlar. Həqiqətən Firon ərzdə böyüklük etdi və etdi onun əhlini şiyələr, onlardan bir tayfanı zəif edərək, oğlanlarını öldürür və qadınlarını diri saxlayırdı. Həqiqətən o fəsad edənlərdən oldu. Biz istədik minnət qoyaq üzərinə o kəslərin ki, zəif idilər ərzdə və edək onları imamlar və edək onları varislər. Və məkan verək onlar üçün ərzdə və göstərək Firona və Hamana və onların qoşunlarına onu ki, həzər edirlər. Biz vəhy etdik Musanın anasına ki, ona süd ver
onda ki, ondan ötürü xoflanacaqsan, onu dəryaya at və xoflanma və hüzünlü olma. Həqiqətən biz onu yenidən sənə qaytaracaq və edəcək onu mürsəllərdən. Götürdü Firavun ailəsi onu, ona görə ki, onlara düşmən və hüzün olsun. Həqiqətən Firavun və Haman və onların qoşunları xəta edənlər oldular. Dedi arvadı Firavunun, mənim də, sənin də gözümüz aydın olsun. Onu qətlə yetirməyin. Ola ki, o bizə mənfəət gətirə. Yaxud götürək onu oğulluğa. Onlar şuursuz idilər. Sübh etdi Musanın anası, könüllü boşalaraq. O az qala aşkar edəcəkdi onu, əgər ki, inananlardan olması üçün onun qəlbini bərkitməsəydi. Dedi onun bacısına, get onun ardınca və baxdı, onun ardınca hər tərəfə onlar şuursuzdular. Biz qadağan etdik ona bundan qabaq süd analarına. Dedi o, nişan verilmi sizə ev əhlini hansı ki sizin üçün ona kül olsun və onlar onun üçün nəsihət etsinlər. Biz qaytardıq onu öz anasına ki gözləri aydın olsun və hüzünlü olmasın və bilsin ki Allahın vədi haqdır və lakin əksəriyyəti onların bilməzlər. Amma elə ki həddi buluğa yetişib və düzəldi, əta etdik ona hikmət və elm. Belə mükafatlandırırıq yaxşıları. Daxil olduğu şəhərə onun əhli qəflətdə olarkən rast gəldi. Orada iki döyüşən kişiyə, biri onun şiyəsindən və o biri isə düşmənlərindən idi. Çağırdı onu o kəs ki, onun şiyəsindən idi. O kəsə qarşı ki, düşmən idi. Musa yumruğu ilə vurdu onu və o həlak oldu. Dedi, bu şeytan əməlindəndir. Həqiqətən o aşkar zəlalətə salan düşməndir. Dedi, Rəbbim, həqiqətən mən öz nəfsimə zülm etdim. Bağışla məni. O bağışladı onu. Həqiqətən o qafurdur, rəhimdir. Dedi, Rəbbim, nə ilə ki sən mənə neymət vermirsən, mən heç vaxt cərimə olunmuşlar üçün arxa olmayacağam. Sübh etdi şəhərdə xoflu halda baxaraq birdən. Dünən onu köməyə çağıran kəs yenə onu çağırdı. Dedi ona Musa, həqiqətən sən aşkar azğınsan. Amma elə ki istədi döyüşsün o kəslə ki onların hər ikisinə düşmən idi. Dedi, ay Musa, istəyirsən məni qətlə yetirəsən, nə qədər dünən qətlə yetirdin nəfsi? Sən istəyirsən ki, ərzdə ancaq zor edən olasan və istəmirsən salihlərdən olasan. Şəhərin o biri tərəfindən qaçaraq bir kişi gəldi və dedi, ay Musa, həqiqətən böyüklər sənin haqqında əmr çıxartdılar ki, səni qətlə yetirsinlər. Xaric ol, həqiqətən mən sənin üçün nəsihət edənlərdənəm. O xaric oldu oradan xoflu halda baxaraq, dedi, Rəbbim, nicat ver mənə zalim qovumdan. Amma elə ki üst tutdu Mədyənə tərəf dedi, ola bilsin ki Rəbbim hidayət edəcək məni düz yola. Amma elə ki varid oldu Mədyəndəki suya, rast gəldi onun üzərində bir dəstə su varan insanlara və rast gəldi onlardan başqa kənara çəkilmiş iki qadına. Dedi, işiniz nədir? Dedilər, biz suvara bilmərik. Ta çobanlar çəkilməyiblər. Atamız böyük şeyxdir. O, suvardı onlar üçün, sonra kölgəyə tərəf döndü və dedi, Rəbbim, həqiqətən mənə nazil edəcən xeyrə möhtacam. Onlardan biri ciddi tərzdə gəldi onun yanına və dedi, atam səni çağırır əcr vermək üçün, ona görə ki bizim üçün suvardın. Amma elə ki gəldi onun yanına və qissəni, yəni hekayəti ona hekayət etdi, dedi, xoflanma, sən nicat tapmısan zalim qovumdan. Onlardan biri dedi, ay ata, tut onu əcrlə, həqiqətən o xeyirlidir əcrlə tutduqlarından, güclüdür, əmindir. Dedi, mən istəyirəm səni bu qızlarımdan biri ilə nigah edim.
Buna görə sən mənə 8 il xidmət edəcəksən. Əgər sən bunu 10 ilə tamamlasan, bu sənin özündən asılıdır və mən sənin üçün çətinlik istəmirəm. İnşallah məni salihlərdən taparsan. Dedi, bu mənimlə sənin arandadır. Bu iki müddətdən hansı yerinə yetirdim, mənə zor yoxdur və Allah dediklərimizin üzərində vəkildir. Amma elə ki, Musa müddəti yerinə yetirdi və öz əhli ilə hərəkət etdi, dağ tərəfdə od gördü. Dedi əhlinə, dayanın, mən od gördüm, ola ki, mən ondan sizə bir xəbər gətirim, ya bir az od gətirim, ola ki, qızışasınız. Amma elə ki, ona yaxınlaşdı, vadinin mübarək sağ tərəfindəki ağacdan nida gəldi. Ay Musa, həqiqətən mən Allaham, Rəbbi aləmlərin. At əsanı, amma elə ki, gördü onu ilan kimi hərəkət edən, dabanı üstə dönüb qaçdı. Ay Musa, yaxın gəl və xoflanma, həqiqətən sən əminlikdə olanlardansan. Sal əlini qoltuğuna çıxartdıqda eyibsiz, bəyaz olsun və qollarını vahiməsiz özünə tərəf yaxınlaşdır. Bu, Rəbbinin iki dəlilidir, Firavun və onun böyüklərinə tərəf. Həqiqətən onlar fasıq qovm oldular. Dedi, Rəbbim, mən onlardan bir nəfsi qətlə yetirdim və xoflanıram ki, məni qətlə yetirsinlər. Qardaşım Harun ki, məndən yaxşı danışan dili var, bir dayaq kimi onu mənimlə göndər ki, mənim doğruluğumu təsdiq etsin. Həqiqətən xoflanıram ki, məni yalancı saysınlar. Dedi, biz sənin əzələni qardaşınla möhkəmləndirərik və edərik sizin üçün sultanlıq. Onlar sizə yaxınlaşa bilməzlər. Bizim ayətlərimizlə siz ikiniz və kim ki tabedir sizə qaliblərsiniz. Amma elə ki gəldi Musa onların yanına aydın ayətlərimizlə dedi, bu ancaq iftira edilmiş sehirdir. Biz eşitməmişik bu haqda əvvəlki atalarımızdan. Dedi Musa, Rəbbim yaxşı bilir kim onun yanından doğru hidayətlə gəlib və kim üçün aqibət evi var. Həqiqətən zalimlər nicat tapmayacaqlar. Dedi Firavun, ay böyüklər, mən sizin üçün özümdən qeyri-ilahi bilmirəm. Ay Haman, mənim üçün gil üzərində od yandır və mənim üçün uca bir qala bina et. Ola ki, mən qalxım Musanın ilahisinə tərəf. Həqiqətən mən zənn edirəm onu yalancılardan təkəbbürlük etdi ərzdə. O və onun qoşunu haqsız olaraq və zənn etdilər ki, bizə tərəf müraciət etməyəcəklər. Biz tutduq onu və onun qoşununu və atdıq onları dənizə. Nəzər sal, necə oldu aqibəti zalimlərin. Biz etdik onları imamlar çağırırlar oda tərəf və qiyamət günü onlara yardım olunmayacaq. Biz vurduq onlara bu dünyada lənət damğasını və qiyamət günü onlar təhqirlə qovuşarlar. Sırasında olacaqlar. Təhqirlə qovulmuşlar sırasında olacaqlar. Və əta etdik Musaya kitabı əvvəlki nəsilləri həlak edən sonra insanlar üçün bəsirət və hidayət və rəhmət olaraq, ola ki, onlar yad etsinlər. Sən olmadın qərb tərəfində, onda biz Musanın əmri haqqında həll edirdik və sən şahidlərdən olmadın. Lakin biz inşa etdik nəsilləri və davam edirdi onların ömürləri. Sən olmadın Mədiyən əhli içərisində olanlardan. Tilavat edərik onlara ayətlərimizi, lakin biz göndərənlər olduq. Sən olmadın dağ tərəfində.
Onda ki, biz nida etdik, lakin sənin Rəbbindən rəhmətdir ki, nəzərlərinə çatdırasan o qovmun ki, onları səndən qabaq nəzərə çatdıran gəlməyib. Ola ki, onlar yad edilər. Əgər öncədən əllərinin hazırladığına görə onlara bir müsibət yetişsəydi, onda deyərdilər, Rəbbimiz məgər göndərməli deyildinmi bizə rəsul və tabe olardıq ayətlərinə sənin və olardıq inananlardan. Amma elə ki, onlar üçün haqq gəldi, bizim yanımızdan dedilər, məgər ona əta olunmalı deyilmi Musaya əta olunanın misli? Onlar bundan qabaq Musaya əta olunana kafir olmadılarmı? Dedilər, bir-birinin arxası olan iki sehirbazdır. Dedilər, biz onların küllüsü ilə kafirik. Onda gətirin Allah yanından kitab ki, tabi olun ona, hansı ki, bu ikisindən daha doğru hidayət edəndir, əgər oldunuz sadiqlər. Əgər sənə cavab vermədilər, onda bil ki, onlar ancaq tabi edirlər öz istəklərinə. Kimdir zalim o kəsdən ki, Allahdan hidayətsiz olaraq tabi olub öz istəyinə? Həqiqətən Allah hidayət etməz zalim qovmu. Uca və hikmətli olan Allah doğru buyurur. Rəbbimiz, cəzalandırma bizi əgər unudarıqsa, yaxud xəta edəriksə. Rəbbimiz, yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə, o kəslərin ki, bizdən qabaq var edilər. Rəbbimiz, yükləmə bizə nə ki, taqətimiz yoxdur ona, əff et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz, qəlblərimizin əymənə imkan vermə, ondan sonra ki, hidayət edibsən bizi və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən vəxabsan. Rəbbimiz, həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi od əzabından qoru. Allahım mənim, maliki sən mülklərin, verirsən mülk kimə istəsən və alırsan mülk kimdən istəsən və izzətlidir kim istəsə və zillətlidir kim istəsə, sənin əlinlədir xeyr. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cövlan edirsən gecəni gündüzdə və cövlan edirsən gündüzü gecədə və xaric edirsən dilini meytdən və xaric edirsən meyti diridən. Ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Rəbbimiz, sənin rəhmətin və elmin küllü şeyi əhatə edib və bağışla o kəsləri ki, qayıdıblar və tabi edilər sənin yoluna və qoru onları cəhənnəm əzabından. Rəbbimiz, və daxil et onları ədin cənnətlərinə, hansı ki, vədə vermişsin onlara və o kəsə ki, salih atalarından və dövcələrindən və zürriyyətlərindən. Həqiqətən sən əzizsən, həkimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan, o gündə ona rəhm etmiş olursan. Və budur əzəmətli uğur. Rəbbimiz, bəxş et bizim üçün zövcələrimizdən və zürriyyətimizdən gözümüzün ışığı olana və et bizi müttəqilər üçün imamlar. Rəbbimiz, et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əksikliğimizi və tövbə et üzərimizə bizim. Həqiqətən sən təvvabsan, rəhimsən. Rəbbimiz, artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz, həqiqətən sən bilirsən nə ki məxfi edək və nə ki elan edək. Bir şey məxfi qalmaz Allaha səmada və ərzdə. Rəbbimiz, həqiqətən biz eşitdik dəvət edən imana çağırışını. İman gətirin Rəbbinizə və biz iman gətirdik. Rəbbimiz, bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz, əta et bizə nə ki vəd etmişdin bizə öz rəsullarının vasitəsilə və rüsvay etmə bizi qiyamət günündə. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz, et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan. Rəbbimiz, istəyimizi qəbul et. Rəbbimiz, həqiqətən bizə nazil edəcəyin xeyrə möhtacıq. Rəbbimiz, bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir və et bizi axırdaşlar arasında doğrudur və et bizi nəim cənnətlərinin varislərindən və rüsvay etmə bizi qalxma günündə. O gün yoxdur mənfəəti mal dövlətin və oğulların.
Ancaq kim ki gələrsə Allaha tərəf salim qəlblə, Rəbbimiz öyrət bizə şükür edək sənin nemətinə, hansı ki nemət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü ki əməllərimizi islah edək, hansı ki sən ondan razı olasan və daxil et bizə öz rəhmətinə salih bəndələrinin içərisində olan halda. Rəbbimiz sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Həm Allah üçündür, Rəbbidir aləmlərin. Allahın salamı olsun. İnşallah sabah görüşənə qədər. Allahın salamı olsun.